Tərtərdə bir ailə dəm qazının qurbanı olub. Bir ailənin 4 üzvünün yaşadıkları evdə meyitləri tapılıb. Dəhşətli hadisə rayonun Bəyimsarov kəndində baş verib. Kəlbəcər rayonundan keçmiş məcburi köçkün olan Rüfət Tağzadə, onun həyat yoldaşı Əfsanə Tağıyeva və 2 az yaşlı övladı ilkin ehtimala görə yaşadıkları mənzildə dəm qazından zəhərlənərək ölüblər. Ailənin yaxınları baş vermiş bədbəxt hadisədən səhər saatlarında xəbər tutublar. Səhər mən eşitdim ki, hadisə belə baş verib, gəldim. Ki, doğrudan da 4-ü də rəhmətə gedibdir, dəm qazından olur. Mən bildiyim budur, götürdülər ekspertdə apardı, xəstəxanadadır. Uşaqlara bir qızı, bir oğlu var idi, körpə uşaqdılar. Təxmin dəqiq bilmirəm, onlarda hərəsinin 4-5 yaşı olardı. Tərtər rayonunun Bəyimsarov kəndində müvəqqəti məskunlaşan Rüfət Tağzadə təsərrüfatla məşğul olurmuş. Onun dünyasını dəyişən az yaşlı oğlu 1-ci sinifə, qızı isə məktəbə hazırlıq qrupuna gedirmiş. Qohumlarının dediklərinə görə baxış zamanı evin tüstü bacasında quşların yuva qurduğu məlum olub. Biz də gəldik ki, ekspertlər, polislə qorbon şam yığılıbdı. İçəri girdik, içəri girəndə baxdıq ki, uşağın biri yerdədir, rəhmətə gedib. Ata-ana bir də uşağın o bir tayda kravatın üstündə. Hal-hazırda elə bildik ki, yəqin ki, qazdandı. Çünki qaz durbasının içində quş yuva qurmuşdu. Qeyd edək ki, yaşadıkları mənzildə cansız bədənləri aşkarlanan ata, ana və 2 az yaşlı uşağın meyitləri müayinə olunmaq üçün morqa yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. Rahim İbrahimoğlu, Yusif Kərimli, Xəzər xəbər.